Yaxşısan, necə sevirsən özünü? Əla. Əla. Bax, vaginoplastika'dan sonra özünü əla hiss eləmək çox möhtəşəmdir. Qızlara həmişə deyirəm ki, baxın qızlar, əməliyyatdan sonra ağrı olur. Amma deyilən o ağrılar olur. Yüngül ağrılar, ağrı kəsicilər vurur, maşallah. Sən də yaxşısan. Durub aktiv gəzmirsən? Durmuşam. Gəzmirsən. Aha, eve gidəndə nəyə diqqət edirik? Çalışırıq bu bir həftə içində çox aktivlik etmirik. Bəzən qızlar deyir ki, nə qədər oturmaya bilərəm? Sizə aralığı bərpa eləmişəm, oturacaqsan, amma belə oturacaqsan. Bir həftə biraz belə oturacaqsan. Bir həftə 10 gün sonra tam oturacaqsan. Çünki aralığa yük düşməsin. Zaten biz o əməliyyat texnikasını elə icra edirik ki, aralığa o qədər də təzyiq düşmür. Yəni otura da bilərsən, amma bir həftə tam oturmasan daha yaxşı olar. Qidalanmana fikir verəcəksən. Çalışsa sulu xörəklər yeyirsən. Qəbizli olmaq olmaz. İdman hərəkətləri, dartınma 2 ay müddətdə çalış olmasın. Cinsi pəhriz eləyəcəksən 6-7 həftə. Mənim yazdığım təyinatları eləyəcəksən və sən orada məsləhət vərəqəsi verilib. O vərəqədə hər şeyi qəşəng-qəşəng oxuyarsan, nə də başa düşməsən, yazarsan bizə, sən sağ ol, bizi seçdin ki. Can, sən də sağ salamat ged. Desəm, aç eləyim. Sağ salamat gedəsən, yaxşı. Sən